görüntüyə vizual deyirik, səsə audial deyirik, toxunuşa kinestetik deyirik. Dolayısıyla bəzi insanlar ya vizualdır, bəziləri kinestetikdir, bəziləri də audialdır. Yəni bəzi insanlar ya gördüyünü daha yaxşı öyrənir, bəziləri eşitdiyini, bəziləri isə hiss etdiyini. Nəticə etibarilə vizual bir insana əgər siz audial bir şəkildə bir şeyi öyrətməyə çalışsanız, o onunla çox böyük bir çətinlik çəkəcək. Siz açarın dəliyinə, qıfılına başqa açarı zorla soxmağa çalışsanız, o qapını aça bilərsiniz. O ora oturmur da, onunki deyil. Yəni onun qavrama dili o deyil. O deyil, eynən. Sonra da biz adını qoyuruq ki, bu insan kütdür, bu insan ağılsızdır, bu insan nə bilim öyrənə bilmir, zəifdir. Halbuki elə deyil. Onun öyrənmə dili o deyil. Onda siz deyirsiniz ki, küt insan yoxdur. Demək olar ki, yoxdur, yox. Zəif bilən insan. Yoxdur, küt insan yoxdur.